Salam, mənim adım Xəyal Qocayevdir. Bugünkü mövzumuz the article və onun tələffüzüdür. Demək, the article əgər samit səsdən əvvəl gələrsə the, ancaq sait səsdən əvvəl gələrsə the deyə tələffüz edilir. Yəni, misal üçün, the pen, the book, the hat. Bir daha tələffüz edirəm. The pen, the book, the hat. Ancaq sait səslərdən əvvəl the deyə tələffüz edilir. Yəni, the apple, the egg, the actor. Bir daha təkrar edirəm. The apple, the egg, the actor. The article İngiliscə kifayət qədər çox işləndiyinə görə bunu bilmək və danışarkən tətbiq etmək çox vacib məsələdir. Çünki mənim qarşılaşdığım, hətta yüksək səviyyədə İngiliscə bilən şəxslərin belə əksəriyyəti bunun fərqinə varmırlar. İstəyir sait olsun, istəyir samit olsun, hər iki halda the deyə tələffüz edirlər. Amma doğrusu sait səsdən əvvəl the, samit səsdən əvvəl isə the tələffüz etməkdir. Ümid edirəm bu videomuzu faydalı hesab etdiniz. Əgər bu videomuzu faydalı hesab etdinizsə, videomuzu bəyənməyi unutmayın. Və kanalımıza abunə olun ki, qarşıdan gələn videolarımızdan dərhal xəbəriniz olsun. Salamat qalın.